Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Teleaparacı Ülvira Qarayeva qapqara verilişindən qonaq olub. Xəbər verilir ki, verilişdə o bir zamanlar aparıcısı olduğu Toy Olsun proqramı ilə bağlı maraqlı etiraf edib. O bildirib ki, verilişdə izləyicini ekranda saxlamaq üçün süni elementlərə yer verilirdi. Bu cür verilişlərin sirri var, serial kimidir. Bütün hadisələri bir anda göstərmək olardı, amma məqsəd izləyicini mərhələli şəkildə ekranda saxlamaq idi. Ülvira Qarayeva qadın-kişi münasibətlərinə də toxunaraq bildirib ki, münasibətlər qadın vəzənində bitir. Onun fikrincə qadınlar iqtisadi müstəqillik qazandıqca evliliyə maraq azalır. Kişilər isə komfort zonalarından çıxmaq istəmirlər.